Özdə çox adam bilmir ki, buranı məşhur bir meyxanaçı işlədir. Bu kimin maşınıdır bilən var? Yasamalın şah damarı olan Şərifzadədə çox böyük bir çay evi açılıb. Deyilənə görə meyxana aləminin ustadları tez-tez bura yığışır. Biz də Yasamal uşaqları olaraq buranı kəşf etdik. Məkanın qəşəng setləri var. 26 manata 4 nəfərlik lahmacun seti təklif olunur. Bura lahmacunlar, 2 porsiya fri kartof, 1 qrafin ayran və qəlyan daxildir. Bunların fırıncıları çox sənətkardır ha. Az vaxtımızda nə gedir? Məkanın bax bu tortlu çay setinin də qiyməti əladır. 27 manat. Sırf bu setə görə Yasamalda bura çox adam gəlir. 2 dilim bal tortu, plitka şokoladı, mürəbbəsi, şirniyyat və duzlu çərəzləri, üstündə də bir dənə dağ boyda qəlyanı. İnsafən, vicdanən qiymət münasibdir. Yasamal dəqiq deyə bilmirəm, amma Şərifzadənin məncə ən böyük çay evidir. Stadion boyda deyə kişi, bu ucundan o bucu görünmür. Məkan həqiqətən çox genişdir. Ayrı-ayrı zalları, kabinetləri var. Özü də xanımlar üçün də ayrıca zalı var. Bu arada mətbəx göz qabağındadır. Necə hazırlanır görmək olur. Və videonun ən maraqlı məqamı, məkanı gəzib kabinetləri çəkərkən qarşılaşdığımız sürpriz sonluq. Ay qaqaş, qapını açıb utanmısan, elə bil ki, meyxana gedir burada. Sən yubanmısan, bura gəl oradan öşün dayanmısan, elə bil mən səni dəvət eləmişəm. Məşhur meyxanaçının məkanında bu qafiyəli görüş əsl yerinə düşdü. Sənə öz canımı əmanət eləmişəm. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.